Suala baxırsınız. Sandra works at the theater. Ayşələr, disjunctive question şərtində ayrılan suallar gedir bunun adı bu arada. Bir də ikinci adı var tag question. Qayda odur ki, cümləmiz təsdiqdirsə ikinci tərəfi inkarda verməliyəm. Yox, cümləm inkarda ikinci tərəfi təsdiqdə verməliyəm. Yəni təsdiqə inkar, inkara təsdiq verirəm. Bura qədər problem yoxdur ki? Yox. Əgər variantlarda xəbər üstə gələn mübtəda görürsünüzsə, bilin ki, bu ayrılan sualdır. Biz sizdə sodu, necədir dərsi də vardı. O da təsdiqə təsdiq, inkara inkar veririk. Amma əgər variantlarda köməkçi fe'l üstə gələn mübtəda sual işarəsi görürsünüzsə, bu disjunctive question'dır. Burada da təsdiqə inkar, inkara isə təsdiq verirsiniz. İndi cümləmizə baxıram. Sandra works at the theater. Cümləmiz təsdiqdir. Deməli, inkar cümlə verməliyəm. Həmin olsa bütün variantlar inkardır. Bir də cümləmizin fe'limiz nədirsə, həmin fe'lə uyğun bir inkarlıq verməliyəm. Cümləmiz works indiki zaman. İndiki zaman sualın inkarı ilə düzəldirik. Do ilə düzəldirdik, bir də does ilə düzəldirdik. Deməli, ya don't ya da doesn't yazmalıyam. O da harda var? Bircə dənə C variantı var. Doesn't, she. Sandra da təkdədir və qadın adı olduğuna görə Sandra ilə əvəz eləyərəm? She ilə əvəz eləyərəm. Ona görə olur nə? Doesn't, she olur. Yəni, mübtəda nədirsə, onu şəxslə əvəz edirsiniz. Problem yoxdur ki? Semir yoxdur ki, problem. İndi ikinci suala baxırsaq. Some studies. Yenə studies indiki zamandadır. Ya do ya da does'dan istifadə edirik. O da harda var? Bircə dənə onsuz do variantı var. Some da oğlan adı olduğuna görə he ilə verirəm. Olur doesn't, he. Cümləmiz də təsdiqdə olduğuna görə inkarda verirəm. Amma cümləmiz inkarda olsaydı cavabı təsdiqdə verərdim. Does he verərdim. Tutalım ki, baxıram dördüncü suala. You, l, apostrof l, ya shall'in ya da will'in qısaldılmışdır. You'dursa deməli will'in qısaldılmışdır. Cümləmiz təsdiqdədir. Will'in inkarı ilə özü düzəldir. Yəni will not, yəni won't olur. O da harda var? A variantında var. İkinci var. It is yenə təsdiqdədir, inkarda verməliyəm. Is'dir. Is də sualın inkarının özü düzəlir. Olmalıdır. Isn't. Mübtədamız da itdir. Iti də yenə özündən qaytararam. Isn't it Y variantı olur. My uncle arrived. Arrived keçmişdədir. Keçmişdədirsə sualın inkarı ilə düzəldirəm. Did ilə düzəldirəm. Did də bircə dənə var. Onsuz D variantında. Cümləmiz təsdiqdir, inkarda verməliyəm. Olmalıdır. Didn't. Uncle da kişi cinsində olduğuna görə he ilə verirəm. Olur. Didn't he. İndi gəlin aşağı inkara baxaq. Məsəl üçün burada tam 8-ci testə baxaq. Never. Never inkardadır. İnkarda olduğuna görə deməli təsdiqdə verməliyəm. Ona görə inkarla variantları çıxıram. A variantını və Y variantını çıxdım. Ardır. Ar sualın inkarının özü düzəldir. Ona görə arın özünü saxlamalıyam. O da bircə dənə var. D variantında. Ar, V. Problem yoxdur ki bu dərsdə. Məncə çətin dərs deyil. Əla. Onda buradan testi dayandırım mı? Disjunctive.